Buna ailəm məcbur eləmir. Bu Allahın bir əmridir. Ayədə yazılıb bu. Bu Allahın bir əmridir və mən bunu eləməyə borcluyam. Mən öləndə müsəlman ölmək istəyirəm. Mən öləndə hicablı bir şəkildə, namuslu, qeyrətli bir şəkildə ölmək istəyirəm. Deməli bu gözəl məktəbli balanıza deyiblər ki, bəs Səidə Bəkir qızı hicab haqqında danışıb və deyib ki, orta məktəbdə oxuyan balalarınızı məcbur etməyin hicab taxmağa və hicabı məcbur edən valideyn bu balacanı da məcbur edib ki, belə bir video çək ki, bəs bizi valideynlərimiz məcbur etmir. Mən şəxsən özüm istəyirəm və hicab taxıram. Amma unudublar ki, öz istəyi ilə hicab taxan bir məktəbli hicabsız bir şəkildə video çəkə bilməz və bu videonu sosial şəbəkədə paylaşa bilməz. İndi hörmətli bəzi dini darlar, gördünüz ki, mən düz deyirəm. Siz bilmirsiniz ki, siz özünüzü çəkdiyiniz videolarda necə ifşa edirsiniz. Salam aleykum hər kəsə, əziz dostlar. Bu video mənim qabağıma çıxdı və mən demək istərdim. Səidə xanım, bəlkə sizin xəbəriniz yoxdur, bəlkə siz bilmirsiniz və belə danışırsınız, amma onu demək istəyirəm ki, o insanlar özünü niyə ifşa etsinlər ki? Bu yaşda qızlar hicabı bağlaya da bilər, bağlamaya da bilər. Çünki İslam dini vacib buyurub bizə hicab geyinməyi, hicab bağlamağı, xətti buluğa çatan zaman. Və bəzi biz görürük ki, valideynlər balaca qız uşaqlarına hicab bağlayırlar başına ki, onlar sadəcə yavaş-yavaş o hicaba öyrənsinlər. Bu qədər. Yəni burada bir problem yoxdur və onu da demək istəyirəm ki, İslam dinində qız uşağı xətti buluğa çatandan sonra hicab ona vacib buyurulub. Bu qədər.